Görmürsünüz ki, oğru kasıbın evinə gəlsin. Bir dəfə Roza xanın evinə gəlmişdi. Gəldi, Roza xan da yuxudan oyandı, gördü ki, aparır da, xalçasını aparır. Götürəndə dedi, ya Əli oğru, qoydu çininə. O da hara aparsan onu, bir ömür ya Hüseyin deyib yığmışam. Bir dənə ya Əli ilə indi aparmaq istəyirsən. Onun evinə gedərsən, bir şey əlbə düşməz. Amma o oğru da hesablayır da kimin evinə getsin əvvəldən. Kasıb adamın evinə cebinə tapacaq. Girib birinin evinə, bu da olmuş şeydir deyir. Girib axtarıb bir şey tapmayıb, kişinin durğuzub yuxudan deyib, adamsan kişisən, bu adam yaşayışıdır, adam belə yaşamır. Belə qəziyyət çəkib gəlib, görüb ürəyinin sözünün içində qapısını sındırıb girib, deyib də bu yaşayış deyir sən yaşayışın ki, bir şey əlimə düşmədi ki, aparım. میدونم با تو قرچیدن چه کسم